29 yanvar günlük bürclər. Qoç. Bugün sənin üçün içində uzun müddətdir yığılan enerjinin açıldığı bir gündür. Ətrafında baş verənlərə daha həssas yanaşır, ancaq eyni zamanda öz mövqeyini qorumağı da bacarırsan. Planlarında dəyişiklik etmək və ya yarımçıq qalan işləri tamamlayıb irəliyə doğru addım atmaq üçün çox uyğun gündür. Xüsusilə səhər saatları daha aktiv keçir, beynin daha sürətli işləyir və verdiyin qərarlar daha dəqiq olur. Günün ortalarında yaxın çevrəndən birinin səninlə bağlı müsbət fikirlərini eşidə bilərsən və bu özünə inamını artıracaq. Emosional olaraq isə biraz yumşalmısan, sanki içindəki gərginlik yavaş-yavaş çözülür. Axşam saatlarında gözlənilməz, amma xoş bir söhbət səni yeni fikirlərə yönəldə bilər. Günün enerjisi səndən çox şey tələb etmir, sadəcə axını izləməyin bəs edir. Qəlbinə yatmayan heç bir şey etmə, o bugün hisslərin ən doğru bələdçindir. Buğa. Bugün sabitlik axtarışın daha da güclənir, amma həyat sənə kiçik, xoş sürprizlərlə yaxınlaşa bilər. Maddi və şəxsi sahədə bir məsələyə aydınlıq gətirmək istəyəcəksən və bugün bunun üçün çox münasib zamandır. İşində və ya şəxsi həyatında uzun müddətdir düşündüyün bir addım varsa, artıq tərəddüd azalıb. Hisslərin daha səbirli, düşüncələrin daha sistemlidir. Günün ortasında aldığın kiçik bir məlumat səni sevindirə və hətta rahatlada bilər. Ətrafındakı insanlar səndən güvən və səmimiyyət görəcəklər, bu da münasibətləri daha yumşaq edəcək. Özünə qayğı göstərmək üçün də çox gözəl gündür. Bəlkə biraz istirahət, sakit musiqi və ya düşüncələrini toparlamaq üçün qısa bir fasilə. Günün sonunda isə içində artan razılıq hissi səni daha balanslı edəcək. Əkizlər. Bugün informasiya axını çox yüksəkdir. Sanki bir anda bir neçə mövzu ilə məşğul olmaq məcburiyyətindəsən, amma sən bunu idarə edə bilirsən. Sözlərin daha təsirli, ünsiyyətin daha rahat olacaq. İş görüşmələri, yazışmalar, planlar, hamısı üçün yaxşı gündür. Günün ilk yarısında aldığın bir fikir səni tamamilə yeni bir istiqamətə yönəldə bilər. Düşüncələrin açıq, intuisiyan güclüdür və bu birlikdə çox yaxşı nəticə verir. Sosial həyat da aktiv ola bilər, dostlardan gələn bir təklif və ya sadə bir mesaj belə günün enerjisini dəyişdirə bilər. Axşam saatlarına doğru isə beyninin yavaşladığını hiss edəcəksən. Çoxlu fikir yığılır, ona görə özünə dincəlmək üçün məkan yarat. Bugün hətta kiçik addımlar belə böyük qapılar aça bilər. Xərçəng. Bugün emosional olaraq daha dərin və duyğusal ola bilərsən, amma bu dərinlik müsbət təsir göstərir. Keçmişdən gələn bir məsələni həll etmək və ya qəlbini yükləyən bir hissdən azad olmaq üçün çox uyğun gün gəlir. Ətrafındakı insanlar da sənin bu yumşaq enerjini hiss edir və sənə daha səmimi yanaşırlar. Günün ortasında ailə, ev və şəxsi münasibətlərlə bağlı xoş bir xəbər eşidə bilərsən. Maddi sahədə kiçik irəliləyiş və ya aydınlıq gətirən bir məlumat gözləniləndir. Bugün intuisiya güclü işləyir, hansı addımı atacağını içindəki səs çox aydın deyir. Axşam isə daha sakit, daha duyğusal və biraz nostalji keçə bilər. Bugünün enerjisi səni yormur, əksinə içindəki sükunəti gücləndirir. Şir. Bugün özünü daha cəsarətli, daha yaradıcı və daha parlaq hiss edirsən. Hər addımın diqqət çəkir və insanlar sənin enerjindən ilham ala bilər. İşdə və şəxsi həyatda liderlik etmək üçün çox münasib gündür. Günün ilk yarısında aldığın bir fikir və ya kiminləsə etdiyin bir söhbət motivasiyanı yüksəldə bilər. Planlaşdırmaq, yeni layihəyə başlamaq və ya uzun müddətdir düşündüyün bir işi irəli aparmaq üçün idealdır. Günün ortasında isə sənə doğru gələn kiçik bir şans var. Bəzi şirlər üçün bu gözlənilməz bir dəvət və ya xəbər ola bilər. Axşam saatlarında enerjin biraz sakitləşir, amma bu sakitlik belə güclü hiss etdirir. Bugün atdığın addım gələcəkdə böyük təsir göstərə bilər. Qız. Bugün diqqətini toplamaq və sistemli şəkildə hərəkət etmək üçün çox uyğun gündür. Uzun müddətdir qarışıq olan məsələlərə nəhayət ki, aydınlıq gətirə bilərsən. İş sahəsində yeni məlumat, kiçik bir xəbər və ya kiminləsə etdiyin qısa söhbət sənə yol göstərə bilər. Günün enerjisi həm sakit, həm də vurğulu şəkildə gəlir.
Sanki kainat sənə tələsmə, amma dayanma mesajı verir. Maddi sahədə də nizam yaratmaq istəyəcəksən. Axşam saatlarında isə özünlə daha çox zaman keçirmək istəyə bilərsən, biraz sakitlik, düşünmək və özünə qayğı göstərmək ruhunu yüngülləşdirəcək. Bugün reallığa yaxın düşüncələrin səni daha güclü edir. Tərəzi. Bugün münasibətlər baş roldadır. İnsanlarla daha rahat anlaşır, daha səmimi və yumşaq enerjili olursan. Ətrafındakı insanlar səninlə ünsiyyət qurmaqdan zövq alacaq. Günün ilk yarısında alınan bir telefon zəngi və ya sadə bir söz belə günün tonunu dəyişdirə bilər. İş və şəxsi münasibətlərdə daha harmonik enerji yaranır. Bugün həm kompromis, həm də qarşılıqlı anlaşma üçün idealdır. Maddi sahədə də kiçik rahatlıq gətirən bir situasiya mümkündür. Günün sonuna doğru isə özünü daha balanslı, daha rahat və daha açıq hiss edəcəksən. Bugün sanki həyat sənin üçün düzəlmiş kimi görünəcək. Əqrəb. Bugün güclü intuisiya, dərin düşüncə və kəskin müşahidə qabiliyyəti sənə yol göstərəcək. Daxili gücün çox aktivdir və nəyə fokuslanacağını çox yaxşı bilirsən. Uzun müddətdir həll etmək istədiyin bir məsələ varsa, bugün onun üçün doğru andır. Maddi sahədə gözlənilməz bir xəbər ola bilər, bu xəbər sənə rahatlıq gətirəcək. Günün ortasında qərar verməli olduğun bir mövzu ortaya çıxa bilər və sənin təmkinli davranışın hər şeyi yoluna qoyacaq. Axşam saatlarında isə emosional olaraq yumşalma və yüngülləşmə hissi gəlir. Bugün həm güclü, həm də sakit bir enerji daşıyırsan. Ox atan. Bugün sənin üçün aktiv, maraqlı və yeni fikirlərlə dolu bir gündür. Hərəkət etmək, dəyişiklik yaratmaq və həyatına biraz dinamika qatmaq istəyəcəksən. Dostlarla ünsiyyət, kiçik səfərlər və ya planlar üçün əla gündür. Günün ilk yarısında aldığın bir motivasiya dalğası bütün gününü aydınlaşdıracaq. İş sahəsində də gözlənilməz, amma sevindirici bir imkan ortaya çıxa bilər. Günün sonunda isə enerjin biraz yavaşlayır. Bu normaldır, çünki gün kifayət qədər dolu keçir. Bugün həyat sənə irəli get deyir. Oğlaq. Bugün iş və məsuliyyət mövzuları gündəmdədir. Planlama, ciddi qərar vermə və maddi məsələlərdə irəliləyiş üçün çox uyğun gündür. Hər addımın daha ağıllı və ölçülü olur. Günün ortasında işlə bağlı bir aydınlıq və ya rahatladıcı bir xəbər ala bilərsən. Ətrafındakı insanlar sənin sakit və güvən verən enerjini hiss edir. Axşam saatlarında isə özünə kiçik bir mükafat vermək, biraz rahatlamaq istəyə bilərsən. Bugün səbrin və nizamın böyük rol oynayır. Dolça. Bugün yaradıcılıq enerjin yüksəlir və beynin yeni ideyalarla doludur. Sənə gələn fikirlər qeyri-adi görünə bilər, amma çox dəyərlidir. Günün ilk yarısında sosial mühit aktiv ola bilər, yeni bir insanla tanışlıq və ya yeni əməkdaşlıq ideyası ortaya çıxa bilər. Maddi və ya iş sahəsində gözlənilməz bir rahatlıq gəlməsi mümkündür. Axşam saatlarında isə özünü daha dərin düşüncələrə çəkilmiş görə bilərsən. Bugün həm ruhuna, həm də planlarına işıq salır. Balıqlar. Bugün duygusal olaraq daha güclü, daha sezgili və daha həssas olursan. İntuisiyan sənə əla şəkildə yol göstərir. Günün ilk yarısında aldığın bir mesaj və ya fikir səndə gözəl dəyişikliklər başlada bilər. Yaradıcılıq enerjin güclüdür. Yazmaq, yaratmaq, plan qurmaq üçün çox yaxşı gündür. Ətrafındakı insanlar sənin yumşaq enerjinə çəkiləcək və sənə qarşı daha anlayışlı olacaqlar. Günün sonunda isə içində sakit, müsbət və yumşaq bir rahatlama yaranacaq. Bugün sənin üçün həm ruhani, həm də emosional baxımdan gözəl enerji daşıyır.